Salam dostlar, yenə də mən Ramil Hüseynov. Bu günlərim sizə autoloadlar haqqında məlumat verəcəm. Daha doğrusu autoload funksiyası haqqında. Autoload bizə nə işimizə yarayacaq? Onu qeyd edim ki, autoload bir class faylını çağırır və onun içindəki klassı avtomatik olaraq çağırılması, daha doğrusu klassı çağırıqda PHP faylında include etməsindən söhbət gedir. Mən burada bir alqoritm yazmışam. Bu böyük ekranı açım. Bir outload function var və inc faylında center, footer, header 3 fayllar var. Hər biri eynidir. Sadəcə header və footer göstərsəm kifayət edər. Gördüyünüz kimi header böyük baş hərfi ilə yazılıb. Mən isə kiçik yazmışam. Əslində standartlara əsasən bunların hər ikisi böyük olmalıdır. Niyə yazmışım onu da göstərəcəm. Footerdə isə destructor, header isə constructor, centerdə həmçinin də constructor gördüyünüz kimi. Bunlar sadəcə bir əsas deyil, bizə əsas outload funksiyondur. Biz bunu bağlayaq, outload açaq. Gördüyünüz kimi outload sehirli metod, altdan 2 xətt və outload daxil olur bizim klassımızın adı və həmin PHP fayl axtarır. Normalda kiçik hərfliyini axtarmalıdır. Yəni ki, baş hərfi kiçik header, footer, center amma böyükdür və əgər yoxlayır, varsa include edir, yoxdursa yüklənmədi yazır. Təbii ki, yüklənmədi yazmayacaq. Exit etsə kifayət edərdi. Səbəbi isə bir klass çağırılmadıqda xəta alarıq. Biz bu xətanın da qarşısını ala bilərdik, amma bizə lazım deyil. İndi başlayaq. Biz klassımızı çağıraq. Biz normalda belə yazmalıydıq. Include deyək. Normalda məsələn belə bir şey deməliydik. Outload, alt falan. Məsələn, bura index PHP yazmalıydıq. Daha doğrusu klassımızın adını yazmalıydıq. Təbii ki, bu sehirli metod olduğu üçün bundan istifadə etmirik. Və bizə header, footer, center klasslarından birini çağıracaq. Həmin anda da bizə faylı include etməlidir. Əslində outloadsız yazsaydı xəta almalıydıq. Outloadla yazırıq, xəta almalı deyilik. Görək almayacaq, yoxsa alacaq. Mən rad deyirəm dəyişəndən və bərabər deyil, kod çağırıram. Bizə header lazımdır ilk öncə və gördüyünüz kimi headerimiz gəldi. Yenidən rav deyirəm. Əslində bunlar hər biri ayrı-ayrı olmalıdır. Çünki seçilsin, bilinsin. Məsələn, burada header, burada center olmalıdır. Məsələn, yəni proyektə görə biz şərti olaraq yazdığımız üçün bizə ehtiyacı yoxdur hələ ki. Yenidən rav deyirəm. New deyirəm. Footer desəm nə ki, kifayət edər. Yəni bunlar da özü bilirsiniz ehtiyac ola da bilər, olmaya bilər. Hələ ki bizə lazım deyil. İndi yoxlayaq. Bizə header, center, footer yazmalıdır. Əslində yazmalı deyil, sehirli metod köməklə yazmalıdır. Görən yazacaq. Aha, gördüyünüz kimi yazı, səbəbini də izah edin. Səbəb də ki, outload sehirli metoddur. Normalda bu xəta almalıydıq. Necə bir xəta almalıydıq? O xətanı da sizə göstərim. Belə bir xətalar almalıydıq. Deyilər mən şərt olaraq yazdım. Yəni ki, klass yoxdur, xəta salmalıydıq. Belə bir xəta almalıydıq. Səbəbi isə gördüyünüz kimi PHP faylı ilə onun daxilindəki klassın adı eyni deyil.
Əslində eynidir, böyük kiçik hərfi var. Bilirsiniz ki, PHP böyük kiçik hərflə hissiyatlıdır və böyük kiçik hərf yazdıqda təbii ki, xətalar ala bilərik. Onun üçün də diqqətli olmalıyıq. Yəqin ki, Outload-un nə işə yaradığınızı anladınız. Hələlik dostlar, Allah'a əmanət.